Son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq sahələrdə arpa və buğda biçimi prosesində gecikmələr baş verib. Əvvəlki illərdə iyun ayının sonunadək Aran bölgəsində arpa və buğda biçini başa çatırdı və orada olan kombaynlar qərb bölgəsinə kömək məqsədi ilə dislikasiya edilirdi. Lakin havaların yağışlı keçməsi səbəbindən hələ də Aran bölgəsində biçinin davam etməsi qərb bölgəsinə kömək məqsədi ilə gələn kombaynları gecikdirib. Agroservis Açıq Səhmdar Cəmiyyətinin Ağstafa rayon bölməsinin rəhbəri Elmar Quluzadə bildirib ki, bütün bu cür çətinliklərə baxmayaraq bölmənin nəzdində olan 5 ədəd kombayn və digər fərdi sahibçilərə məxsus 20 ədəd kombayn hazırda rayonun arpa və taxıl sahələrində biçin aparır. İlk olaraq imtiyazlı təbəqələrdən olan şəhid ailələri və qazilərin arpa və buğda sahələrində biçin işləri aparılır. İnanırıq ki, yaxın günlərdə Aran bölgəsində biçin başa çatacaq və orada olan kombaynlar rayonumuzda dislikasiya ediləcək və rayonumuzda arpa və buğdanın vaxtında biçini başa çatacaq. Bölmə rəhbəri həmçinin fermerlərə müraciət edərək bildirib ki, vaxt itkisinin qarşısının alınması məqsədi ilə fermerlər kombaynların biçin apardığı sahələrin yaxınlığında olan sahələri biçdirməlidir. Əks halda kombaynlar digər uzaq məsafəyə biçinə gedir və yenidən həmin əraziyə qayıtması vaxt itkisi və əlavə xərc deməkdir. Ərazilərin birinci arpa taxılını biçdiririk. Ondan sonra digər vətəndaşların, fermerlərin sahələrinin biçilməsinə köməklik göstəririk. Kamran Əskiparalı, Yusif Əliyev bu gün informasiya proqramı üçün.